Salam əziz şagirdlər. Bugünkü reading mətnimizin izahı 9-cu sinifin ingilis dili dərsliyində səhifə 42-də olan Around the World başlıqlı reading mətninin tərcüməsidir. Dünya ətrafında. A family road trip through France in our old camper. Fransada köhnə düşərgəmizdə ailəvi səyahət. Mom, Dad, Alice and I are traveling around France. Ana, ata, Elisa və mən Fransanı gəzirik. This is our last day at the campsite near Avignon in Provence. Bu bizim Provans'da Avignon yaxınlığındakı düşərgədə sonuncu günümüzdür. We were in the city this morning. That was on St. Benedict Bridge. Can you see him? Biz bu səhər şəhərdə idik. Ata St. Benedict körpüsündə idi. Sən onu görə bilirsənmi? The road trip through Provence was awesome. Provans'daki səyahət heyrətamiz idi. The lavender is beautiful. Look at all the colors. Lavandalar gözəldir. Bir onların rənginə baxın. Even old Melinda was beautiful in the countryside. Hətta kənddəki köhnə Melinda belə gözəl idi. Bonjour. Here we are at a campsite at Selignan Beach. Salam. Biz Selignan çimərliyindəki düşərgədəyik. My sister Alice and I were at the beach all morning sunbathing and swimming. Mənim bacım Elisa və mən hər səhər çimərlikdə idik. Günəş vannası qəbul edirdik və üzürdük. There is a great bakery at the campsite. Burada düşərgədə möhtəşəm çörəkçi var. Every morning we buy pastries for breakfast and today we bought baguettes for a picnic. Hər səhər səhər yeməyi üçün biz çörək məmulatları alırdıq və bugün biz piknik üçün baget aldıq. O da ki Fransadakı belə nazik uzun çörək növüdür. Say hello to the Loire Valley. Loire dərisinə salam de. There are bike paths everywhere. You can rent electric bikes and ride all day. Burada hər yerdə velosiped cığırları var. Sən elektrikli velosipedləri icarəyə götürə bilərsən, kirayəyə götürə bilərsən və bütün gün sürə bilərsən. This is my mom by the Loire River after our bike ride. Bu mənim anamdır. Loire çayındakı velosiped gəzintisindən sonra. The Loire Valley was my favorite place on our holiday. Loire dərəsi bizim gəzintimizdə mənim ən sevimli yerimdir.